Bizim kimi ümumiyyətlə müsəlmanların da, yəni özündən böyüklərinə, səndəki böyük qardaşlar var da, yəni onlara qarşı ədəbi, yəni davranış qaydası da, məsələn, münasibətlərdə çağırmaqda, həmçinin elm tələbələrinə qarşı olan münasibətlər necə olmalıdır? Məsələn, deyək ki, biz yerdən görsən ki, qardaş və yaxud da şeyh və əxəcan nəsə belə müraciətlər olur da. Yəni, ümumiyyətlə, sünnədə necə gəlir? Yəni, belə barədə bir nəsiyyət etsəydiniz, daha yaxşı. Elhamdülillah və salatu və selamu ala Rasulillah. Əşhədu an la ilahe illallah vahdehu la şərikə ləh və əşhədu enne Muhammeden abduhu və rasuluhu əmmə ba'd. Yəni o ki qaldı, yəni böyüklərə hörmət və yaxud alimlərin hörmətinin qorunması, yəni bu şəriətin həvəsləndirdiyi, rəğbətləndirdiyi və yaxud əmr etdiyi şeylərdən biridir. Çünki Peyğəmbərimiz sallallahu aleyhi və səlləm buyurur ki, leysə minnə mən ləm yuvaqqir kəbirana və yarham sağirana və ya'rif li'aliminə haqqahu. Yəni bizdən deyildir, böyüklərin hörmətini saxlamayan, balacalara rəhm etməyən və həmçinin alimimizin haqqını bilməyən, alimimizin haqqını bilməyən. Yəni belə hədislərdə alimlər gətirir ki, hətta yəni bunu etməmək böyük günahlara girir. Yəni leysə minnə gəlirsə bizdən deyildir. Yəni təhdid kimi gəlir. Bəzən izah edənlər var, leysə minnə, yəni leysə alə tariqatinə, yəni bizim yolumuz üzərində deyil. Amma bəzi alimlər isə gətirir ki, yəni gərək belə hədislər izah verilməsin, yəni təfsir, açıqlama verilməsin ki, yəni öz qüvvəsində qalsın. Yəni öz təhdidində şiddətli olaraq yəni qalsın. Və ona görə də yəni çağırış baxımından və yaxud digər davranış baxımından əsasən də örfə qayıdır. Yəni o örfdə yəni necədir? Yəni örfdə yəni hörmət əlaməti olaraq, yəni çağırışın qaydası, xitabın qaydası və yaxud yəni davranış olaraq, yəni bəzən elə yerlər var ki, orada yəni icazəli sayılan, yaxşı sayılan, yəni başqa yerdə yaxşı sayılmır. Yəni insan məsələn o böyüdüyü yerdə gördüyünü o demək deyil ki, yəni başqa yerdə də yəni tətbiq etməlidir. Yəni başqa yerdə gərək orada olan yəni örfə yəni uyğun olmalıdır. Ona uyğun yəni rəftar etməyə çalışmalıdır. Yəni xülasə olaraq odur ki, yəni bu məsələlər gərək diqqət yetirilsin. Və xüsusən də yəni böyüklərə olan hörmət və həmçinin balacalara rəhmət və həmçinin elm əhlinin və alimlərin haqqının yəni qorunması. Və Abu Darda radiyallahu anhudan gəlir ki, yəni elm tələb edin. Əgər elm tələb edə bilmirsənsə, dinləyin heç olmasa və onu da insan bilmirsə, yəni alimlərin sevməyi buyurur. Hətta əgər sevə də bilmirsənsə, sevgi də yoxdursa, heç olmasa nifrət etməyin. Nifrət etməyin. Yəni çünki bu məsələlər yəni insanın özünün yəni ucalması üçün, insanın özünün həqiqətən xeyr üzərində mübarək olması üçün olan qaydalardır ki, əgər bu qaydalara insan riayət edərsə, yəni həyat onun üçün xeyirli olur, mübarək olur. Əgər bunlara riayət etməsə insan, yəni get-gedə itirir, o xeyirləri itirir və sonra görürsən artıq insan yəni cahilləşir.